Vəzin saf payında qarşı strukturlu bir düğün var. 18-19 eni 25 boyun ölçüdə 26.7 mm. Planlaşdırılıb öncə hidroseksiyadan sonra aspirasiya edib, aspirasiya etdikdən sonra isə bu toxumanı yandırmaq. Hal-hazırda hidroseksiya edilir. Hidroseksiya nədir? Qapanvari vəzin kapsulası ilə əzələ arasına mayinin yeridilməsi. Məqsəd burada tiroid toxumanı qorumaq, ətraf toxumaları qorumaq, məsələn bu əzələ tiroid toxumadan uzaqlaşdırmaq və damarı da buradan uzaqlaşdırmaq. Damar uzaqlaşır. Bu şəkildə biz hidroseksiyamızı icra etdik. Şuradakı mayini çəkilir. Mayini çəkilir tam olaraq. Karışık mayeli tamam. Artık ablasiya prosesi başlanmalı ve düğün içerisinden distaldan proksimal doğru yandırılır ve bu gravasiya uzi nəzarət altında olur. Sonra ise iğne yeri yandırdıktan sonra bu hissəni yandırır, yeri dəyişir ve sağlam tərəzindən buradan başlayır. Artıq bu hissədən, distaldan uzun hiss eləməliyik, daha görməliyik, buradadır. Buradan başlayır. Bir nahiyədə 10 saniye saxlayılır. 19, 20. Xəstələr ağlıyor. Narahatçı yox ki. Xəstədə bir yeri şeyləşdirmə icra olunur. 29, 30. 29, 30.